Hediyelerimizi açacağız. Çünkü özümüz mərəkət ediyoruz. Mərəkət etiriyoruz. Demək, bir dənə belə bir çanta var. Bunu verəm Məryəmə. Məryəm bu sənindir, qızım. Demək, Məryəmindir. Bunun içindəydi. Burada bir dənə də bahalı biraz pahalı kutu var. Onu da açıyoruz arkadaşlar. Mərəkət ediyoruz. Sapın iyi geliyor burada. Sapın iyi geliyor yani. Sapınlanıyor yani. Arkadaşlar siz de merak ediyor musunuz? Açayım mı? Demek 2. Demek göze özüm açacağım. Göze koy bura. Soğuk bu içinden Göze. su dokudu. Burada. Yo burada. Ata sen çıksın. Dokun. Göze. Değme. Bunu koy. Değme. Oo, geçen toku. Demek Rabia Hanım gel bura. Sen saltıra. Kaşımı çekiyorsun. Oo. Opuş tankisinden koy Rabia. Rabia yoksuyor. Arkadaşlar Rabia benzemiyor mu? Kaşlarına bakın. Rabia. Bu da ben. Çok sağ olun. Çok güzel. Yani çok yaşandığı boynunda sepiler var gümüş. Gümüş. Sepi mepi var. Evet yine olduğu gibi CD kartımız oldu. Benim ata özü birincisi var. Yatma şey. Gözümüyüm. Gözümüyüm. Gol sürpriz olsun da. Wow. Evet nasıl güzel. Tatlı mı tatlı. Kapıyı da yok. Bu vlog. Ay bu çok yaşandı. Ne? Gözü esnafın şey. Geliyorum 2 dakikaya seslendirmeyi. Gözümüyüm. Asıl ben koyup başına vurmayı bak. Saçı yığırsan böyle. Saçı vurun bak. Gözü bilen de var. Rezinleri, broşkaları. Bakın, rezin, broşka. Bir de bambdik. Çok yaşandı. Çok şahane. Ofuş. Ben buradaydım kızım. Sen sakla. Necə duxuluyubsa, hər şeydən duxu gəlir. Gözəl. Ofuşun Mississippi mişqası. Mississippi'nin mişqasına oxşuyur. Ne kadar tatlı. Hülya portresi değil. Ne? Portre. Bunu cırma da. Tabii portre tutarım. Ofuşu seçeyim. Ofuşu seçeyim. Arkadaşlar. Kufini çekmiş. Ay. Kufini çekmiş. Ellerine sağlık. Rezinler buruşkalı atsam dağılacak. Dağlar bunları dağıtma. Bunu koydu buraya. Demek Ophelia hediye. Ailesine hediye. Yığın buraya. Sarıyı karıştırın. Sonra arkadaşlar böyle tat gelmiş. Altı sen buna özüncüsünü mü Sonra attı? pavadok. Özüncüsünü attı. Arkadaşlar pavadok. Gül çelenci böyle. At özüncüsünü. Ben bir de böyle. Benim için hediye koyublar. Gelsin diye ki öz vasıtası. Yok. Dokuyacağız bunu. Yine? O seçmeyeceğim. Arkadaşlar bana kaz mı demişler yoksa gedözünü az mı demişler? Bu nerede sabundu? Bildim. Ata alsan senin altından. Rıfankın üstünden. Sabundu. Krandın altından assan, elini sürtüp yusan. Eğer düz anladımsa. Çok güzel iyi veriyor yani ya arkadaşlar. Etir iyi geliyor yani. Ama onu diyeyim ki çok güzel kaplaştırmasına bak. Sevdim seni. Görəsən bu hediyenin mektubu hanı? Yoktu. Mektubu. Yoktu. Yok bu nerede var? Başkasının. Bunun içine taktı. Bilmiyorum ki. Bunu götür oyna. Getir bunları. Tabii bu hediyeler. Yemeklerimiz yerler arkadaşlar. Ben koyayım bunun içine de. Bunun içine yığın. Bu hediyeyi yıkması. sattınız. Onu gösterdim. Bunda obusu kaldı. Bir de benim. Gösterdim onu. Ama yıkmam ben başıma. Ata 2 tane sandviç istemiştik.
Ha. Bilmirəm. Ha. Bunu koy bir daha. Ben salatalık geldi. Gəl bunu da qoy ora. Yıkılır bunu. Dağıtma, dağıtma. Ofşa çağırın altında öldü. Ses kaydı. Evet arkadaşlar Cafe Love City'ye geldik de neydi bunun adı yadımda eylesin. Sandviçimizi unutmuş muyuz? Unutamıyor muyuz? Evet. Ofşin yemeğinden salatın. Ofşun yemeklerini uğrayacağız arkadaşlar. Kapalı burcu cemiyim. O şeyden yoldan. Bu hele kreatif şəhər yeməkləri deyir də bu ofuş. Mən heç tapa bilməm bu yeməklərin adını. Köpəyin qızı Her şeyi bilir. hər şey bilir. Sezar salatı. Sən dadın indiyə kimi Sezar salatı yeyib deyirsən Sezar salatı. Hardan güzel Sezar salatıdır bu? O söyledim. Sezar'ın ondan heç alakası yoxdur. Sezar salatı diye. Sezar kimdə xə? No. Konuşu. Əsl yemək ye. Konuşu ben de. Kendini nasıl hissediyorsun? Ama tıkıraksın. Zaten. Nuş olsun. Ofuş yanına için biz yeri tutardık. Ofşa yazdık da. Kofe! Yok, o sen seslendirmeli. Değme, değme. Benim salatımı kim yiyip? Bu. Kim? Rabia. Rabia sen yemişsen kim yiyip? Dedi ki Ofelia yemeyeceğiz, ben yerim. Xeyr ola. Dedim Ben- eleme. ben- Dedim kızım eleme. Demişəm özünüzə nə istəyirsiniz zakaz eləyin, ürəyiniz istəyəni. Mənim salatıma bax kim? Sən Vilka sən tərəfdə dur uşağı şərliysən. Ne oldu yiyip kurandasın. Oldu. Meryem. Bak o da yiyip. Bak. Birkaçına bak. Heç nə demirəm. baktan abicatın. Heç nə demirəm sizə. Yaxşı vaxtında Məryəm çağırdı məni. Gəl video. Çağırdım. Baltanı sen çağırıyor. Yo Məryəm gəldi ora ki, yedilər, bitirdilər sənin yeməyi gəl çatdır Ne özünü. Rabia da yetmiş ya yoldan kaydım. Neyse, nuş olsun, nuş olsun. Başlayaq qışqırtmaları, yeməklərinizi yiyin, enerji yığın, Cafe Love City'nin başına oynatacağıq indi. Yəni restorana qışqırtma eləyən ilk insan biz ola bilərik. Seçelim. Kapalı hamburger bunu yemeyelim. Yo niyə bunu yeyim? Kapalı hamburger də gələr də. Aracım da arkadaşlar ilk qışqırtmamızla başlayırıq. Bugün Cafe Love City'nin bütün işçilərinə tək-tək qışqırtma eləyəcəyik arkadaşlar. Arkadaşlar. Mən gedirəm çağırma. Çok maraqlı bir şey olacak. Göre hele bacaracağız. İnşallah bacarım. Birdən başa düşmürəm mən. Müstəqimə başa düşmürəm. Hayır, solda ne değil. Kızı çağırandan sonra değinmezdi. Havaya kapıldı. O zaman ilişti orada başkasına. Çok. Bir dənə siz özünüz deyə bilərsiniz, zəhmət olmasa. Bizi burada siz oturtdurmadınız. Ben. Gördün, mənlə niyə prinsipə girsən ki Sen sən? kanunu yatsamıyorsun. Sən üzü buradadır da, ki faktiki o yönləndirdi bizi bura. Gəldi, burada elə belə də elədi, zarafatlaşdırdı. Sən nə mənim üstümə düşmüsən? Əsəbdən əlim ayağım əsiri, mən iki canlıyım, sən başın işləyirim necə? Ben ona çok sen. Sən xəbərin var mənim Ben ürəyim bir necə? yaptırmak istiyorum. Sən biabır eləmək üçün yox, o kameradan görür də Koy əzizim koy. əzizim. Ben. Ben bir yaptırmak istiyorum. Sən biabır eləmək üçün, keçən dəfə bizi burada oturtdurdular, su çiçəyi tutduq, indi mənim üstümə düşmüsən. Siz oturtdurdunuz da faktiki, düzdür? Bir de üzülür sen. Normalde sadece Ömer değildi ki Disney'e oturun. Yani siz de Kim önde bilse? gelirdiniz. Önde siz gelirdiniz. Yayın elə bilirlər ki Disney'e oturmak istiyorsun. Ona göre biz geldik burada. Hə, xanım oturtdurub da. Yani ben oturmuşam. Bəli. Bəli. Üzr istəyirəm, Nəsə- adınız Fatimə. var, Fatimə. Şu, mənim üstümə nəyə düşmüsən sən? Neyse problem varsa başka yerde oturabiliriz. Hiçbir problem yok. konuşalım. Fatıma Hanım sen buraya Beyza çağırdın da. Yani benim Fatıma ile hiçbir işim yoktu. Yani benim sözüm sendendi. Ben dedim ki ben böyle bir şey demedim. Özü böyle böyütmeli, kışkırmalı değil. Yox, sözün var, Bak cəmaatın... bakalım bir de kesin böyle bir de
Gedim mən onda. Yo. De keçin belə. Aha, tamam. Getməyin, çıxmayın sonra. Siz qalın da burada xahiş edirəm. Bu sənin başın işləmir deyəsən. Yox, sən niyə qorxsan axı? Niyə qorxsan? Siz otuzdurdunuz bizi bura. Niyə mən yönləndirdim? Yox, niyə imindi bura otuzdurdunuz bizi? Bilmirəm, sadəcə deyildi istəyirsən. Kim dedi? O tərəfdən dedilər ki, Neçə vaxtdır burada işləyirsiniz Fatma xanım? 1 ay deyilir. Ay yazıq qız təzə gəlib. Qurban sizə. Yox, Bax. eləmə də belə də, eləmə də. Mən səsimi yüksəldəcəm, eləmə də belə. Eləmə də belə, görsən söz danışıram, söz soruşuram. Bəli, buyurun. Niyə otuzdurdunuz bizi burada? Niyə imindi bura otuzdurdunuz? İstəyirsiniz soruşun. Yox, rəhbərlikdən soruşmaq Mənə lazımdır. sadəcə deyildi ki, Sizə çox söz deyilə bilər. Mən deyirəm ki, bizi bura niyə Allahu otuzdurdunuz? Əkbər. üzr istəyirəm bəy, yəni mənim bir problemim yoxdur axı, mən sadəcə yönləndirdim. Bir dəqiqə gözlə. Əziz bəy çağıra bilərsiniz. Bir dəqiqə gözlə, bir dəqiqə gözlə. Əziz bəy çağırın təpəqəmiz. Siz çağırın. Bəli, buyurun. Bura niyə otuzdurdunuz? Bizə sadəcə deyildi ki, cisnəyə yönləndirdim. Ay, Ofeliya, belə eləmə də, xahiş edirəm. Bura niyə otuzdurdunuz bizi? Deyirəm axı bəy, mənə sadəcə deyildi ki, cisnəyə Sizə çox söz deyilə bilər. Hər deyilən sözə gəlib gətir bizə otuzdurasınız burada. Kimdir əziz? Abi sən Kim deyə cəmaatda bilər nə sizə? işin var axı? Necə rəhbərlə nə işi var? Aa. Siz niyə mənim üstümə qışqırırsınız? Mənim haqqım var qışqırmaya. Siz mən burada otuzdura bilməzsiniz. Niyə ki? Burada otuzdura Aslında bilməzsiniz. sən cəmaatda nə Bax bir işsən? dəqiqə qaldır ağa. Nə olub sənə? Qaldır ağa da xahiş edirəm. Bir dəqiqə qaldır. Mən bir sözümü qurtarım da. Aa. Ayıb deyə Şəhriyar, Allah Mən olsun. üzr eləyəcəm Allahın olsun. Ay, Bizi geçin. burada niyə otuzdurdunuz Fatma xanım? Mənə sadəcə deyildi ki, cisnə kabinetinə yönləndirin. Başqa bir istəyiniz varsa sizə başqa Ay yerə qız eyni sözü deyə qalıbdı. Sən nə istəsən cəmaatdan? Ay biz diləm bura niyə oturduk biz? Bura niyə oturduk? Siz niyə qışqırırsınız mənə? Ama ben burada niye otuzdurupsuz bizi? Bizi rəqəm rəhbərliyi çağırın, onu sizə. Ben sizi işten çıkardıram. Rəhbərini çağırmışsa kim çağırsa çağır. Mənəm rəhbər. Şəhriyar, sən... Çıxdın işten. Fatma xanım. Fatma xanım. Ay ata. Bizi. Bizi rəqəm rəhbərliyi çağırın, onu sizə. Ben sizi işten çıkardıram. Rəhbərini çağırmışsa kim çağırsa çağır. Mənəm rəhbər. Şəhriyar, sən... Çıxdın işten. Fatma xanım. Fatma xanım. Ay ata. Sen rəhbərin özü tapşırın. Video çəkir. Malades səbrimə görə. Ya işçi alqışlansın. Həqiqətən. Mən özüm qalıb, o qədər. Qaçma. Ya nasıl? Sen bana güldürürdün ama özümü güzel saklamış. Fatma xanım biz dəli dönük. Yo ben de ağlattım Fatma. Həqiqətən səbri ilə həzminə görə halal olsun. Gördünüz kafeler sitin işler necə səbirlidir, həqiqətən. Ya da belə məsləhət görmürəm kiməsə belə eləməyi. Amma Fatma xanım o qədər gözəl xanımsınız. Həqiqətən o qədər gözəl xanımsınız. Bizi qarşılamayınız çox xoşumuza gəldi. Dedik ki görə həqiqətən daxilən yoxsa həmişə beləsiz deyə anlayışı ilə yoxladı. Amma orada heç kimə deməyin, orada bir dənə də ofisant qardaş var. Onu da şey eləyəcək, qışqırtması var. Amma xahiş edirəm deməyin ha. O uşaq da gəlib deməsin də hə əsəbidirlər, vəsə. Hə, bilirəm ki, yaman əsəbidirlər içəridəki. Limonadları gətirdilər. Ay Allah, gözüm. Mən bax, burada sokları kim hazırlayır? Barista hazırlayır o. O ağ- Sarışın oğlan. Sarıçka ilə qara şalvar Yox, geyinir. ayrı baristamız var onun. Hə, indi onu çağıra bilərsən. Hə, bir dənə zəhmət də onu çağırın. Prosta ki, Az istəyirsiniz də ağır başqa qarışqa var onu çağırın. Hə, onu gətirin. hə. Tük lazımdır bizə. Özümüz tapacağıq. Çox sağ olun. Amma bildin. Amma xahiş edirəm də özü kövrək aparın gedin. Tük uşaqlar saçınızı Yazıq qız necə dəli oldu. Çıxmır mən. Ama pis oldum. Oluyor koşuyor. Necə qaçırdı gelim əziz. Gəl, qoy. Dayan şey hava. Ata satmıyorlar. Yo yomma. Gel. Yomma lan. Söv. Ay Arkadaşlar. boş ver. Tüçlü. Söv gəldi gördün. Otur.
Gel bunu. Bunu. Suxunsuz içmək istəyirdik. Buna baxın. Xoduma. Vəsiyə. Aşkım, o əsəbləşməli orada bir şey yoxdur ya. Bəlkə şey eləyiblər. Niyə səbəbsin ki? O biz rola girmişik. Xodun O kodunu aldı. Bəlkə bizim üçün, qız üçün gətirdiyini bilib ona görə tük qoyub içinə. Bəlkə təzə burada maça zat da çıxıb da indi belə yeyəcəm mən də. Yazıq qız nətər əsir deyə. Ben bilmiyorum ben. Maça Bunu zat. kim hazırlıyor? Barış. Bir tane bunun üstüne bak. Hadi. Kim o? Sen Aşkım, kim hazırlıyor? bəlkə qızlar üçün, yəni bizim üçün hazırlayıb deyə üstünə konsept olaraq Ay kız belə konsept olur. Biabır eləməzsə cəmaatı. Belə bu çəkiliş eləyir, belə konsept olur. Aşkım, bəlkə indi bəzək üçün qoymusunuz bunu, yoxsa bu həqiqətən? Bunu kim hazırlıyor? Barış sandır. Bu necə Barış da kimdir? Vay, ужас. Nədir? Ay Allah, Sən bunu Sen sokun yanına. kim bizden məzəlanmaq üçün kimsə deyil. Yo indi araşdıram. Ay, bunu indi sen getirdin Bu de. biabırçılıq Getirende diye. görmedim bunu. Nujeni görmedim. Mən etmişdim ama. Ben kim getirdi? Sen Mən yolladım da. Mən yolladım. Yollayanda görmedim bunu Barış'ı. Görmedim. Buna bax tutarmır. Toz soranın bəlkə zibilini bunun yanında Kardeşim təmizləyirlər. bunu sen gönderende Nujeni bu boyda tükü görmedim. Aparım, araşdım. Yo birinci bana cevabını ver sonra Barışla bakacağım. danışım. Barış görməyim. Barış da kimdir? Bey. Bunu içərsiniz siz şəxsən. Yo siz Yəni içəcəksiniz. bizdə nəsə bir günah var burada. Bunu bizim qabağımıza yatırın, siz içib dadına baxacaqsınız. Yo Barışla içirəm. Yəni Yo Barış da içirəm yox, Olmaz özünüz da. içəcəksiniz. mən etməmişəm. Necə sən gətirəndə göndərəndə görmürdün nə var onun içində? Yo bu Mən gəlməmişəm. Namaz. Bunu Allah'ım nereden geldim ben buraya ya Rabbi? gətirəndə görmürdün. Bir afsan gətirdi. Ola bilər. İçən saat. Allah əsəbləşirəm. Nəyə baxsınız? Sakitləş, sən əsəbləşmə. İndi aydınlaşdırmaq lazım. Evet, apart şey edəcəm o. Dəyişdirməyəcəksən. Deyirəm bunu kim hazırlayır? Aha. Sən də verib bunu gətirəndə bunun üstündə Nujeni bilən tükü görmədin sən. İyrənci, Allah bilir. Yo ki. Nujeni görmədin. Bax şey eləmədin də bilmədin bunu. Kameraya baxacam. Ha? Kim veribsə onu. Nəyə araşdıracaqsan sən? Yaxşı, əsəbləşmə, sakit. Yox bir də sən qarışma. İşte keç otur orada. Bilmə, həyatım. Qarışma sən. Qarışma da bir də. Dodağın əsiri əsəbdən sənin. Bir də qarışma, otur orada. Bu rüsvayçılıqdır. Valla buranı reklam eləməsək çəkib paylaşardıq buna çoxdandan. Benim üzü sahəsini telafi edəcək nə lazımsa. Nəyi tələf eləyə bilərsən sən? Həll olmaz. Gelib ikinci tük gətirəcəksən, qıl gətirəcəksən. Nəyi tələf edəcəksən? Nəyi güldün axı? Ay, ha bu qışqırtmaydı. Gülmə də, gülmə də. Məryəm görürsən. Mənim nə şükürsən? Ayda ən maraqlı yerindəyik Məryəm. Yo, yaxşı yerdir. Qızlar şey oldu. Siz də imtahanı keçdiniz, təbriklər. Barış ya. Barış ya. Parisdə Anladım. Parisdə Aa, olmalı. Tamamdır. Belə O şey necə biri deyən. Məndən fərqi nədir necə O bilirsən? biraz- Ağlayıb eləməsin. Yok. Ay yox. Şu şey olmuş. İnandırıcı ama baktım gülmedi. İnandırıcı değil. boynuma qılçıq Sən gətir, sən çalır. Onu necə Prosta inan? içine tiyatro, ben Barış'la deyəcəm ki, yani bilməsin, daha ciddi olsun bilir. Ha, Şeyinin üstüne düşərsin. Yok bunu biraz çok eləmişsiniz de bunu. Evet arkadaşlar, Balaca növbəti. olmağı da bu problem nasıl? Amma orada xahiş edirəm bildirməyin də yaxşı. Sən nasıl elə bu çoda get? Əsəbi gedin. Hə, əsəbi gedin. Əsəblə. Arkadaşlar növbəti qurbanımız Çıxartdıysa deyir ki, Sən bilirsən. Qıl gətirəcəksən. bir şey deyim, bunların hamısının səbri güclüdür ya. Hamısı axıra qədər səbr eləyirlər. Baristanın şeylə soku dağıt.
Ebiyo özümüz yığışdırarıq. Yo deyim ki, neyini masabdım pamu da sürtməli. Mən bax sokudan. Lan üzləri görünür. Üzləri görünür. Hə, görsənir. Hə, görünür. Tükler götürün de her yemeğin içinde bir tane tük var. İçmək istəyirdim ama. İçərsən aşkım. Şəriyər. Ay Şəriyər, gücdə əsəbləş də. Lan bu gün əsəbimdən mən pamadamı çəkməmişəm. Amma gülməyin, yaxşı uşaqlar. Artık arka cip ve koy aktar cipleri. Ve aslında bilmem ben bulmadım. Məbə. Şeydə Hər dəfə eyni zibil. soku götürüb boşaldasan ya yerə. Yo, yer lan. Həqiqət desən, necə eləyək? Çırpasın. Bir dənə xaotik hərəkət lazımdır, başa düşsən. Hə, müzə. Ücə Əziz bəyi çağırmaq lazımdır. Deyəsən, Az bəy tanımaya ehtiyac yox idi. Bir dənə yaxınlaş qardaş. Bunun kim hazırdır? Bunun içindəki tükləri görürsən, bir dənə yaxınlaş bax da. Hanım? qara tük de, üzür içində. Bunlar görürsən. Elə qardaşın da qaradır tükləri. Başına bir papaqdan zaddan qoy. Vallahi Əziz bəy, inanın buranı reklam eləməsək bunu çəkib paylaşardıq. Biabırçılıq deyə bu tük çıxmağı. Yaxınlaş bir dənə bax da. Baxdım gördüm. Başıma papaq qoy. İşləyəndə başıma papaq qoy. Papağıma ehtiyac yoxdur, sadəcə indi. Necəyəm papağa ehtiyac yoxdur? Necə sən başımı bırıqlı yedirsən, gəlirsən, iş görərsən. Mən ailəmin qabağına elə soqu. Üzülü sayın. Hələ üzürlü say yox, üzürlü sayma yoxdur burada. Bunu kim eləyir? Nə eləmiş? Eləmirsən, indi götür iç. Götür iç. Deyən belə şeylər mən söyləyirəm. Yo, yaxınlaşmayın. Bax, mənim bir dənəsi qaraması, mən bir satırma adamı. Götür iç olsun. Avariyadan çıxmış adam deyə. Hə? Üzülü sayın. Üzürlü saya bilməm, ya üzür eləyə bilərəm, ya da üzürlü saya bilməm. Yerə doğrudan ha! Normal parçalıqdır. Normal danışırıq. Mədəni ailə ortamında oturmusunuz. Hə. Mən də dedim, axı üzülü sayın. Artıq əsib bir şeydir mən. Yo, bu nə Ola hərəkətdir? bilər də, yəni bir də olmaz deyim. Başıma papaq qoyasan. Onu digər Əziz bəylə məsləhətləşərik. Həll eləyər problemi. Sizin belə danışığınız məncə normal deyil. Pis danışdın mı? Bəli. Nəyə pis danışdın? Rədd olmur axı. Ha? Olmur. Nəyə pis danışdın? Rədd ol elə. Yaxşı da Şəhriyar, yaxşı Mən- şey. Biraz çıxın çölə. Mən öz ailəmdə Siz də buraya heç kim gəlməz. öz bacım, qardaşım da sizə baxır eləyir, yəni xətimiz əzizdir. Hə, qarın tatlı. Allah'ım. Bir de özümü əsgərlik elədim. Bir əsgəri almaq istəyirəm. Mən otağı sağladı komandı. Ya bizdə siz əsəb olmuşsan. Özünün Yo, həqiqətən. Bu bir qışqırtmadır. Qışqırtma necə? Bacısı qardaşı da baxar videoya. Bacımızın, qardaşımızın adı nədir? Zəhra Nuriyev. Zəhra, bir də nə? Zəhra Nuriyev. Hə, Zəhrəyə buradan salamlar. Salamlar. Zəhrə Zəhra, ağlı elədi ki, qardaşın da videoda olacaq qışqırtma. bizi üzürlü sayın, haqqımızı halal eləyin. Çox sağ olun ki, Həqiqətən halal olsun. hə, biz bugün yoxlamaq istədik ki, görək sizin heyət nə qədər dözümlüdür. Ki, həqiqətən bu xanım da təzə gəlməyinə baxmayaraq siz bizlə deyildiniz də. Yəni biz ücə neçə ildir buraya gedib gəlirik. Çox Amma o qardaş var ha. O güldü. Bu nədir? bir dənə söz deyim. Bu qardaş çox abur elədi həddindən artıq. Çox utanmışdı. Çox. Aşağıda dedi ki, nəsə hadisə eləmirsən, nə qatmısan, eşarjon yolda deyirdik, nə eləmirsən də. Çünki onda pis olmuşdur. Mən əsəbimizin pamadamı çəkib Sonra tutmamışam. sonra biraz onun məsuliyyətli göstərir ki, yəni əhliyyə yanaşmır da. Hə, yox, həqiqətən. Yo. Biz Hər siz- şey bir qırağa Allahın adına and olsun. Yanaqlarının qızarmayı, Hə. mədəniyyəti göstərir. Mədəniyyətini qorudu. Verməyə, işdən qıraqda cavab verməyə, mən bir dənə vurardım, mən 5 dəfə çırpılaram yerimə Hə. sadəcə. Amma görsən ki, o Sən, mədəniyyətə sən çox yaxınlaşdın, mən qorxdum, kəllə atacaqsan.
Ben ağzımı tuttum şimdi dişimi salarım. Yəni təşəkkür edirik hər birinizə. Seyahatimizden. Ya hiss olunur ki, əzbəyə dözüblərsə buna da dözərlər. Məsələ hazırdır. Sağ Sağ olun. Biz de burada tanıdık. Sağ olun. Sağ olun. Arkadaşlar bir kışkırtmanın daha sonra həmişə bir-birimizə eləyən Sıcakta burada deseydi var, afsın olsaydım var, özümü öldürerdim. Yo kardeşin o həzminə mən hayran qaldım. ya bir də şey deyim. Ya bunu da deyim sizə dostlar, mən özüm ofisant işləmişəm. Şadlıq evlərində, toylarda ofisant işləmişəm. Bizim qabağımızda Gözdaşqım. belə içib özünü apara bilməyən klientlər çox olardı. Gəlib yeyib içərdi, içəndən sonra biri gələrdi başıma belə eləyər. Vuraram səni, öldürəm. Allah'ım dostum, ofisantlar bilsən nələr çəkir. Sən isə çörək pulu qazanmaq asandır. Hər psixoloji insandan sən üzləyərsən. Bu onun psixologiyası o qədər güclüdür, o qədər gözəl ailə tərbiyəsi alıb ki, o ona səbr elədi. Amma o mənə cavab versəydi, mən məsələn həqiqətən mən belə bir şey eləyən biri olsaydı, mənə cavab versəydi, məni də bədbəxt eləyirdi, özünü də bədbəxt eləyirdi. İkimizdən biri bədbəxt olacaqdı. Amma o həzmi ilə özünü də xilas eləyir, məni də xilas eləyir. Sabah mən ailəmdən sonra, peşman olandan sonra gəlib onun üzr istəyəcəm və Allah onun qarşısına ondan daha gözəl məqamlar çıxaracaq. Ona görə də dostlar, Axırıncıda pis oldu. mən özüm də Çünki ən ağır kışkırtma olundu. Özdə hiss olunur yaşı azdı, uşaqdır da hələ. Amma görsüz, yəni həqiqətən Halal halaldır. olsun. Belə əməkdar, belə necə deyim, İşin- zəhməti ilə pul qazanan, belə necə deyim, hər kəsin Allah çörəyin versin də. hə, buradan da onun ailəsi, anasının əllərindən öpürəm. Halal olsun sizə ki, belə gözəl evlad Övlad yetişdirib, yetişdirmisiniz. hə, boya başa çatdırmışsınız, belə bir tərbiyə vermisiniz. Çox sağ olun. Mənim tüklərim biz olurdu. Yox, orada oturmuşdum, Allah'ın olsun. Biraz Mən dedim görəsən reaksiya verəcək. Ürəyim partlamaya qalmışdı. Hə, mən də əsirdim, Allah'ın olsun. Halal olsun bu uşaqlara. Tam səbrini toparladı. Əməlli başlı prank. Uşaqlarım da duygusala bağlandı. Gördün sıraz oğlanı öyle ağlama tutdu onları. Mən də İndi- pis oldum. hə. Soğuyorum, ağzım biraz sıkışmış. Altı biraz indi bir şey dese. Ben kıza da çok pis oldum. Kız necə qaçırdı? Qız çox Elədi. şirin qaçmırdı. Amma deyirsən. Mən əzbəyə gedim deməyə. Söyle çıktı lan kaçtı. Ha, başlara qaçlar. Ağlayırdı ben. Gör necə müdürlərin çox sizə güvənirlər, qaçıldılar ki, Müdürlərin üstünə. sağ olsunlar. Heç nə arkadaşlar, bu qışqırtmamızda belə. Deməli uşaqlar, bura təzə şirniyyat gəlib siftəsini biz yoxladıq. Çox xoşbəxtəm. Adı nə gedir bunun? Bunlar Magnolia. Buraya gəldilər, nə sifarişdə nə deyirlər adı? Magnolia. Magnoliyadır, bir də adlarına uyğun magnoliyalar var. Çiyələk Deməli çiyələli bax, magnoliyalar. çiyələylisi var, mangolusu var, belə gilə meyvəlisi var. Mən bananlı yedim. Və mən bundan yedim, çox dadlı idi həqiqətən. Özdə özəlliyi bilsiz nədir? Baxın. Baxın. Kapağı belə açsın. Belə eləyirsiniz, ağza açılır, sonra qaşığı Bir dəqiqə. Belə hazır qabda yeyirsiniz, fişo. Çox maraqlı şirniyyatdır. Magnoliyaların şey kimi, sok kimi olanı. Evlərə sifarişlərimiz də var. Sən hazırlayırsan? Yo biz yox buradan. Aha Məryəm. Deyəcəm. Məryəm ucu dağıtdı Bir şey magnoliyanı. deyəcəm, Ateş Kraliçəsini sevənlər gələndə bunu yoxlasınlar, xahiş O edirəm. nədir? Çox dadlıdır. Bu nəli idi? Adı nədir? O deməli dadı nədir adı? Lotus. Lotus karamel. Lotus karamel. Karamel adama. Lotus'un karameli gedir. Lotus Lotus banan. magnolia. Lotus bana. Hə. Bax bundan yoxlayın, bunun dadı möhtəşəmdir həqiqətən. Evet arkadaşlar, Cafe Lab Love City'dən City'dən. çıxdıq. Hamının nasıl gül elədi. Hamının nasıl hardasan sən? Hamının nasıl gül elədi. İndi biz sizin dua eləyəcəklər. Çıxdı oradan. İndi gedirik məndəyə. O qızla padruqalaşdıq biz orada. Hə, mən də oğlanla padruqalaşdım. Aşkım bir dənə zarafat elədi. Az qaldı özümüzü öldürək, döyək. Neyniyim axı vicdan əzabı çəkməmək üçün? Şey eləyirəm də başa düşsə. Bütün xaricdə zətdə bunlar prankdir. Prankdır bilirəm. Bu şey eləmək, yəni burada böyütmək üçün yoxdur. Yəni insan situasiya anı düşəndə qərarsız olur. Yəni hər kəsin başına gələ bilər
belə bir şeylər. Mənim adımı soruşurlar. Adın nədir? Mən risk başlayıram fikirləşmə. Görsən adım nədir? Yolu tapa bilmirdi Hə, heç bu bugün. Frank Gözlə göstər. olsan. Arkadaşlar indi gedirik şeyə. Kəndiməndiyyə. Xəqani Ticarət Mərkəzinə gəlmişik Targovda. Gözlə göstərim buranı izləyicilərə. Deməli Targovda Xəqani mola gəlmişik. Biz buradan həmişə Türkiyəyə getməmişdən qabaq buradan abur-cuburlar almışdıq. Kimin yadındadır? Sonra yeni il düzənləmələrimizi falan. Hə, aşkım. Burunla. Bəbəşdən sonra çox təngi nəfəs olmam mən. Tez-tez yedim. Danış, yox. Həqiqi. Sən qabaqdan Hə. İndi yenə gəlmişik buradan alış-veriş eləməyə. Gedə görək nələr var. Ürəyimiz dəhşətli dərəcədə quru marojna istəyir. Elə bir oğurluğa gəliblər. Sən canım bunun vidinə soykasan fasonuna baxın, sənə qurban olum. Bura bax, gəl bura mağazin Kəndiməndinin satıcısı burada yoxdur. Gəlib eşələnib qıraqdan hər keçən bizə baxır. Elə bilir ki o Rus bomuşları olur küçələrdə. Sən qaqqıldanma, indi oradan dura da bilməyəcəksən, incə səni qaldırır. Papağı da başına böyüdü, düşür gözünə. Dur da dur. Duramıram. Dedim de dura bilməyəcək. Gözdə eşməmişəm. Dedim de dura bilməyəcək. Stikerlər tapmışam burada, onlara baxırdım. Mənim bir dənə oğlum olacaq, bir dənə də beləcə qızım var. Aşkım sənin oğlun onun başı ondan çıxana kimi onun 1000 qat başqa versiyaları çıxacaq. Yeni bunu aşırtma, açdı başıma. Açdı. Aa, papağı ucad, göz görmürsən. Sən nə də oğruq edib jilbomları yeyirsən burada. Kəndiməndin yiyəsi görsə, bil jilbomdan əsli gəlsə, Rabia da yiyə. Söküb dağıtdın, karandaşlar tökülür altından. Ha, götür abi onu yerdən. Bir də otursam dura bilməyəcəm ömrüm. Yox, eləm. Siz niyə yiyirsiniz onları? Yemirlər. Halallıq geri alırsan sonra yeyəsən. O da qız gəldi. Oğruq elirlər, daşıyırlar buranı. Necəsiz? Siz gələnə kimi biz biraz eksperiment apardıq burada. Ha. Kassanızı Arkadaşlar təmizlədilər. quru marojna almaya gəlmişik. Əsas məqsədimiz birinci quru marojna. Quru marojnalar oradakilərdir, hə? Asla. Bunlar. Deməli, Bəsdir. Bir amcı gözündə toxluq olsun da. Ay ac. Az göz. İki gözün az idi, indi 4 göz olubsan. Vəbşi gözün az olar. burada gələsən. Ha. Deyirəm ki, Xanımın Rabia- düşməyində problem yoxdur. Yox, xanım bizim bütün videolarda var. Rabia Astara'dan bu yana quru marojna. Ay Allah, öldüm yuxumda quru marojna görməkdən. Quru marojna gələr. Xahiş edirəm, al və sus. Yemə, indi yemə. Ondan cəmi boyuna 3 dənə ilə yeyə bilərsən. Həqiqət isə. Ha, günə 3 dənə. Sıkılıp da bunun böyüsünü 3 tane neydi? Ha, onda bundan eləyəcək 6 dənə. Bunun böyük ölçülüsü var. Nə? Bunun, yəni daha iri parça. Yox, parçası yox. Yox da. Hə, ona görə Görə belə yeyəcək. İstədim səni xilas eləyim, yekələrdən götürüm, qalmayım. Bunlar dəhşət çox gedir bu aralar. Götürək bunlardan. Götür də bir dənə Bir dənə ondan götürək, bir dənə bundan. Eyni şeydir də. Eyni şeydir onsuz da. Burası biri kökten. Fərqi yoxdur, eyni Hansı? şey. İkisini də götürdük də. İki paçka quru marojna götürdük arkadaşlar. Sonra burada arkadaşlar Kərbəcürə Məryəm Bəyərdandan yap, bu nədir? Ay iğrenç bir şey. Ahəqi? Aa, nə Nədir? maraqlı. Şey kim özgür olduğu için. Biz normalda jileləri bunların içində yeyirik. Bu dəfə belə jile gəlib aşkım. Aşkım bize neydi? Sen makaron çubuk gelirsen. Həqiqi? Oha, yığıb jil. Nə bax. Neyin içəyim planı? Mən sənə icazə verəcəm. Cümlen ağzını yiyeyim Onu ancaq bir dənəsini sovura bilərsən. Su. Efendim. Hə, getdi. Yemək olmaz. 3, 4, 5, bir dənə də ver. Bu sacıydı. Ne var ki bunda? Gördün. Sistem kötü. Ha, sistem kötürəcək. Ha. Bütün hastalıklarını tanıyır bizi. Her türlü zehirlenip ediyoruz. Fəxrlə də danışır. Ha, özüm ölüm bir fəxr eləyir. Çox sağ olun. Yasif də sunkamız Ya açıldı. Allah, Allah hamımıza da hayırlı Bunu qoyuram. alış-veriş. Ha. Ya Allah. Oy, Yox, narahat olmayın. Ofşi götürdü onu. mən götürüm aşkım. Gəl.
Yaxşı. Bunu qoydum. Üstü tapıp öz öldürür Granada. Yo yo o Yo 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 yo. oynamamısan gel. Yo 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 yo. Yo evde var. Koy ora koy ora koy ora. Bunun sadəsini almısan. Ha, Evdə ev- pəncərənin O, qabağında o toz ben her gece korku görürüm onu. Oynamır heç. Rabiyəyə verirdi. Ha çoktu ondan çoktu şu evde. Geçen defa özde buradan aldın sen ondan. Koy onu başkası alsın. Ay, o saçım da düzəldi. Qoyunu başqası olsun. Hadi koy onu başkası alsın. Bütün istisler burada temizledi Yazık bu. oxur əllimə at. Aa, yazık. Her defa getirirler koyla buraya. Aslında gel apar istisleri. Uşaqlar baxın burada maraqlı bir şey tapdım. Kuru meyvelerde hazırlanmış şokoladlar. Çox maraqlıdır ya. Bu arada sevgililər günü üçün buketlərə baxın. Şəhriyar sənə deyirəm. Sen bana heç nə demə. Sən eşit. Mənə heç nə demə. Gəlinin də buradadır, qızın da buradadır. Gəlin. Hansı etsin, dilən eşitsin. Bir də burada maraqlı bir şey tapmışam. Bu oyundur, hə, cinayətkar oyun. Deməli arkadaşlar, burada belə bir şey tapmışam. Bu oyundur. Burada sənə işte şübhəli ifadələr, şübhəlilərin verdiyi ifadələr, nə bilim, xəbərlər, otopsi raporu falan. Bunların hamısını verir və sən ormanda cinayəti kimin törətdiyini özün tapmalısan. Manjı billah. Kim eləyib? Dərs bir nəfər var orada. Eşək. Qusarlar var, Magnolia yeyib Magnolia yeyib səni. Qusarsan. Aşkım bu yolu burnumdan yatırmırlar. Hər dəfə Bakıdan qayıdanda bir dənə konsertlə üzləşirik. Üzün də səpdi o da, qıpqırmızı oldu Allah'ın olsun. Bərəkədən də olsun. Mən bilə burada cinayət kimdir? Bundan götürək. Atadır buradakı. Oynayarım. Cinayətçilər atadır. Verən sənsən. Sənin yanında da heç nə eləmə olmur. Nəyəm sən ki? Ezə diyor musun cinayətçi atadır. Baxın başqa nə maraqlı gəlir sizə uşaqlar. Maraqlı burada o qədər şeylər var qurbanım sizə. Gəlib təkrarlara yapışsın. Ayda bunu alasın döyəs uşaqlar evdə. Ayda bax. O nədir? Şeyde de özün teyze. Yemiş idi. Yo. Elədin yedi. Yemişik. Ondan yemişsən. Yol tur. Uşaqlar baxın burada Əsladın əlini tapdım. Ata görsən kim qoyub bura Əsladın əlini ki? İnan həqiqətən aslında əllərini oxşuyur. Ata niyə qoyublar ki bura Əsladın əllərini, hə? Niyə elə eləyiblər ki? Ağzınlıq eləyib tutalım atıb orada. O da var. Sevgililer Marshmallow. günündə. Ofşalım bunu anlatırım. Balaca şeylə ofşun başını allatma. Buket alacaq sana ofşa. Bu da jilbon buketləri var. Hə, jilbon buketləri alsa sevinə. Bak. Bakın. Görəksə jilbon buketləri var orada. Uşaqlar baxın, görün burada nə tapdıq. O nədir? 3D ruçka. Neyini? Aa, şöyle Bundan düzəltsən. nəsə düzəldə bilirsən bax. Qolbaq düzəldə Misal bilirsən. üçün Eyfel qülləsi düzəldə bilirsən, kəpənək düzəldə Ne bilirsən. Askı Məryəm gil evdə kley tapancadan düzəldirdilər. Onun ruçka formasıdır. Ayım. 3 boyutlu. Bundan nəsə düzəldəcəksiniz, alsaq. At oyunlar var. Onda gəl bunu götürək. Cin qadansa məncə bunu götürək. Biz istəyirik maraqlı oyunlar oynayaq evdə arkadaşlar. Tetris var. Tetris nədir? Tetiri. Bu yoxsa bu siz seçin. Oylama. Bu. Oylama. Bu. Oylama. Şu hamı bunu seçin. Əsl görünmür heç kamerada. Həmişəki kimi. Deməli, Harry Potterin kinderi var burada arkadaşlar. Azərbaycanda bir dənə buradadır, Kəndiməndi'dədir. Son bir dənə qalır. Elə onu açsay bir dənə yoxlaya gör nədir o. Həqiqi deyirsən, Bana. görək içindən nə çıxacaq. Harry Potter çıxır da içindən, düzdür. Oyuncağı deyək, budur. Hə. Oyuncağı bu tərəfdədir. Ağzım açıq qalıb. Yox, oyuncağı deyilmiş. Bu şokolatıdır. Gəl üz. Yeməyin deyimə. Gəl. Üzü çox şirniyyət yemişsiniz. Açaq, baxaq görək. Aa! Qız çıxdı. Tut. Harry Potter'ya. Aşkım çox kreativ cavab oldu bu. Qız Başan çıxdı. onu. Allah. De buradan da asılqanı var. Şirin. Çox qəşəngdir. Əslata oxşuyur turuncu saçlı. Başı yekədə Məryəm oxşayır orası. Onu da düzdürsən. Məryəm oxşayır. Məryəm oxşuyur. Deməli, gəldik, çatdıq evə. Yollar qar idi, buz idi, uşaqlar. Deməli, səhər gedəndə Şəhriyar gilin qəza elədiyi
kilometrdə, 131-ci kilometrdə tır aşmışdı, nə boyda. Şəklini də çəkmişəm özdə. Tırın şəklini yuxudan durdum, çəkdim, təzədən yatdım. Məryəm kim qışqırır deyə ki, avariya oldu, avariya var orada, avariya. Mən yox. Buna baxın uşaqlar, tır aşmışdı. Əməlli başlı bir böyrü üstə yıxılmışdı tır. Və evə qaydanda eyni kilometrdə, eyni yerdə başqa bir tır, bu dəfə başqa cür tır aşmışdı, çox daha pis vəziyyətdə idi. Əməlli başlı eskavator zat gətirmişdilər, kran zat gətirmişdilər. Nə boyda dəmir parçası qaldırmışdılar göyə ki, çıxartsınlar deyəsən tır oradan. Çox dəhşətli idi, yəni özdə qaranlığı idi ora, polis sirənləri zadı çox vahiməli idi həqiqətən. Çox pis buz tutmuşdu yolları, ehtiyatlı olun. Yol çıxanda xahiş edirəm, çox ehtiyatlı olun. Bizim təkərlərimiz qış təkərləri idi. Arabadakı bütün sürücülərə əslində məsləhət vermək lazımdır ki, qış yay təkəri belə qarlı, buzlu yollar üçündür. Məsəl üçün, mən yolu elə getdim, heç hiss eləmədim, buz tutub, buz tutmuyor. Çünki qış zimni təkərdir. Amma yay təkəri vurub, o suyun içində yerlənə, onlar özlərini də şey eləyirlər, yəni məhv eləyirlər. Başqa sürücüləri də məhv eləyirlər. Plus bizim maşında ayarlama var, maşın özünü tənzimləyə bilir, sürüşəndə yığışdıra bilir. Yəni o ikisinin dəstəyi ilə rahat bir şəkildə gəldiyi çox şükür. İndi bir dənə evdə incələmək istəyirəm. Biz Kəndiməndədən 2 paket şey almışıq. Mən baxmaq istəyirəm biz nə almışıq. Çünki orada çox tələs-tələsdə seçdik hər şeyi. İndi ağız dadı ilə baxmaq istəyirəm. Deməli, bir dənə Sən kəpənək düzəldə qolbaq düzəldə bilirsən. İndi bu uşaqlarla bu aldığımız korobka oyunlarını açdığımız bir video gələcək. Daha sonra bu biri kutuda slime düzəltmə dəstə almışıq. Bunu da aldığımız kutu oyunlarını açdığımız bir videoda göstərəcəm sizə ətraflı. Arkadaşlar, biz evdə boş olunca, babamız yatanda, Azərbaycanca danış. atamız yatanda bunu oynaya bilərik. Atamız yatanda niyə oynayırıq ki? Atamız oyaq olanda oynayaq da. Sabah bunların hamısını açıb işlədərik. Daha sonra Məryəm yalan danışanda parmağını kaptırsın deyə belə bir timsah almışıq. Bu oyunu məncə çoxunuz bilirsiniz. Hamı növbə ilə parmağını basır. Timsah kimin əlini dişləsə o uduzur. Daha sonra qurudulmuş marojnalarımız burada. Bu da burada. 2 paçka almışıq. Bizim üçün şokolad qoyublar. Heç bunu görməmişdim. Yo, Dubai deyil. Adi şokolad da, amma gözəl bir şey oxşayır. Bəzəklidirlər. Ormanda cinayət oyunumuz. Sadəcə adamlar var. Yo, adamlar bunun içinə necə sığışsın aşkım? Tapamadı, elə də yatdı. Almanı qapının dalındaydı. Zibil bilib içinə salfetka atmışdınız. Onu zibil bilib içinə salfetka atmışdınız. Yaş salfetka. Bu oyundur. Dedektiv oyunu. Bunu da sabah oynayarıq. Bir də burada jilelərimiz var. Adam başına 2 dənə düşür. Всё. Deməli, indi mən istəyərdim quru marojnanı yoxlayaq. Məncə birinin ağzını elə açaq. Çünki bunlar tez yumuşalırlar. Mən də baxım. Yey. Hə, yiyin. Ay, çox qəşəng görsənir. Mənim ürəyim gil istəyirdi axı, daş yemək istəyirdim. Onun təsəllisini bununla tapıram. Sənin səsin dayanmır. Tamam da çok geçelim. Oh my god. Baxın, belə bir şeydir. Bunu da alacağım. Çox qəşəng xırçıldayır. Fəsən dadı keçən. Hamısının dadına baxın. Abartılacaq dadı yoxdur, amma xırçılanması adamın dəlili. Xırçıldamasına görə yeməyə dəyər. Elçi daş altındayım. Dadı pis deyil, dadı qəşəngdir. Dadı qəşəngdir. Onu da deyim ki, arkadaşlar, bunun yekələri var. Ləzzət eləmir. Belə ləzzət edir.
Məncə qaçışdırmasın. Onu sabah yeyərik. Qusarsan gecə ilə saat gecdir. Ay Məryəm, yemədin getdin. Ay oldu. Ne böyle katılıyor? Necə xırtıldamalıydı. Qəşəng daxı. Şerisi qəşəng da fuş. Şerisi yox ağlısına. Bitti. Nətər odaklanmışamsa asmıram. Kamera açıq qalıb, cəmaət də bizə bax. Bu çok kaşındı. Bana bir tak çalır. Ağ qəşəng. Həqiqi. Plan 1 də ağ. Bana tak çalır. Baxın, Bana bak. bu gilə oxşuyur. Mənim TikTokda görüb istədiyim gilə. Bana tak çalır. Bana bak. Fuş gecə ölürdüm mən bunu istəyirdim. Nuş olsun, yiyin. Deməli uşaqlar, bu aldığımız qutu oyunlarını dediyim kimi bir dənə videoda, ola bilsin ki sabahki videoda açıb həm yoxlama, həm oynama, həm yaradıcılıq maraqlı bir video çəkəcəyik sizin üçün. İndi isə videomuzu burada sonlandırıram. Videomuzu bəyəndinizsə. Gəldik, çatdıq evimizə, da dincəlmək vaxtıdır. Videomuzu bəyəndinizsə, Yatırmıştım bu gün yatmadım. kanalımıza abunə olub, like atıb, yorum yazmağı unutmayın.